Bəs ateistlərlə bağlı fikirləriniz nədir? Maraqlı gəlir mənə. Onlara yaradana şükür. Danışsınlar da özləri üçün. Ən yekə ateist kim idi? Ziya Bünyatov. Mən ilk dəfə Azərbaycan tarixini, bir də Quranı, bunun ikisində də Ziya Bünyatovun adını görmüşəm. Və bu iki kitabın ikisini də götürüb Gəncədə elm mərkəzinə getmişəm və elm mərkəzində elmi işçi bir xanımla söhbət etmişəm ki, bax bu adam, profesör, akademik adam, Quranda deyir ki, biz Məryəm oğlu İsa'nı müqəddəs ruhla qüvvətləndirdik. Ateist idi də o. Amma Azərbaycan tarixində də yazır ki, tarixi şəxsiyyət belə olmayan İsa'nı xaçpərəstlər Allahın özü və ya oğlu kimi qələmə gətirirlər. Bunu da deyən Ziya Bünyatovdur, onu da deyən Ziya Bünyatovdur. Amma çox sonralar burada bir intervyu gördüm, orada gördüm ki, Quranı Ziya Bünyatov işləməyib. O elə bil onu oğurluyub. Başqasının elə bil məhsulunu oğurluyub, adını yazıb ora. Bunun qadını, yoldaşı Həsənov idi, nə idi adı, burada paylaşmışam, məndə var bu, səhifəmdə də var, Gəncəlidə də var o. Quran haqqında söhbət qadını deyib, onu da intervyu götürür, açıqlayırlar ki, bu buna verib ki, işləsin, o da gedib işləyib, özünün adını yazıb ora, bir də Vasim Məmmədəliyevin adı yazılıb Quranda. Amma hansı ki, onlar onu işləməyib, işləyən başqa adam olub. Onu da mənə Allah Teala görk elədi, göstərdi və belə bir kitab var idi, balaca broşür, orada yazırdı ki, keçmiş dahilərin əsərlərini oğruyub ona yamaq vuranlar geçsiz ifşa olacaqlar. Bunlar adlarını yamamışdılar ora. Bu bir. İkincisi, mən ona nə sevinmirəm, nə şadlanmıram, nə qərəzim var. O ağır bir qəzaya gəldi də Ziya Bünyatov. Çox ağır maşın qəzasında öldü. Onun cəzasıydı. Allah'a qarşı qanın cəzasıydı. Hacı həqiqəti xırdaladım. Budur mənim ateistlərə cavabım. Nə qədər danışırlar, o boyda da onları qabaqlarında arzu etmirəm, diləmirəm. Hacı həqiqəti xırdalayıram. Cəzalar gözləyir onu. Allah'a qarşı çıxmaq olmaz. Onları da Allah yaradıb o şəkildə. Onları yaradana şükürlər olsun. Buyur, mənim cavabım. Xanım, yeri gəlmiş.